Sabahınız xeyir əziz izləyicilər. Növbəti mövzumuz Uca Allaha şərik qoşmaq haqqındadır. Şirk sözü ərəb dilində şərikə kəlməsindən meydana gəlib, lüğət mənası bölüşmək, paylaşmaq, ortaq olmaq deməkdir. İstilahi terminoloji mənası isə Allaha ortaq qoşmaqdır. Bu ortaqlıq istər rububiyyətdə olsun, istər uluhiyyətdə, istərsə də ad və sifətlərdə olsun, hamısında eynidir. Yəni şirk tövhiddə Allaha Cəllə Cəlaluhu şərik qoşmaqdır. Allah Cəllə Cəlaluhu belə buyurur. Ayəni məalına oxuyuram. İndi siz də Allaha onun heç bir oxşarı və bənzəri olmadığını bilə-bilə şəriklər qoşmayın. Bəqərə surəsi 22-ci ayə. İnsanların etdikləri şirk əsasən ubudiyyət tövhidində olur. Məsələn, Allahla bərabər başqasına dua edən, qurban kəsən, nəzir boyun alan, qorxu, ümid, sevgi, hörmət, yönəlmə, tövbə, təzim, ucaltma, yardım istəmə, itaət etmə, təvəkkül etmə və s. bu kimi ibadət növlərindən hər hansı birini Allahdan başqasını edən kimsələr uluhiyyət mövzusunda Uca Allaha şərik qoşurlar. Şirk qəti olaraq günahların ən böyüyüdür. Çünki şirk məxluqu yaradılanı bəzi xüsusiyyətlərində xaliqə, yaradana bənzətmək deməkdir. Haqq məbud olmağın bəzi xüsusiyyətləri aşağıdakılardır. Hər yöndən mükəmməl olmaq, zərər vermək, fayda vermək, mane olmaq. Bu kimi xüsusiyyətlərə sadəcə onun gücünün çatması, böyük sevgi və təvazökarlıqla birlikdə hər növ ibadətin ona edilməsi və şərtsiz qulluğun ona məxsus olması, Allahın yaratdıqlarından hər hansı birini Allaha ortaq qoşan, onu Allaha bənzətmiş olur. Bu da bənzətmələrin ən çirkini və Allaha qarşı edilən ən böyük cinayətdir. Çünki aciz və fəqir birini hər şeyə qadir və heç bir şeyə möhtac olmayana bənzətməkdir. Burada bir insan sərbəst olaraq başqa bir insana sevgi bəsləyə bilər, hörmət bəsləyə bilər, ona itaət eləyə bilər. Yəni, bu yazılandan düzgün nəticə çıxarmaq lazımdır. Çünki Quran-Kərimdə Allah-u Teala itaətlə bərabər peyğəmbərlərə və əmr sahiblərinə də itaət əmr edilir. Bu məsələləri biraz geniş əl almaq lazımdır, geniş düşünmək lazımdır. Yəni, bir insan başqasını sevirsə, o demək deyil ki, Allaha şərik qoşur. Bir insan müdürünə itaət edirsə, o demək deyil ki, Allaha şərik qoşur. Və yaxud bir insan valideynlərinə hörmət edirsə, böyüklərinə hörmət edirsə, belə deyək, idarəçilərinə hörmət edirsə, o demək deyil ki, Allaha şərik qoşur. Zaten bunlar İslamda var. Yəni, hörmət, sevgi, yardım istəmək. Yardım istəmək burada, məsələn, nədir? Axirətlə bağlı məsələlərdə insanlar, belə deyək, bir-birlərindən yardım istəməməlidirlər. İnsanlar cənnəti Allahdan istəməlidirlər. İnsanlar cəhənnəmdən sığınmaq üçün Allaha yönəlməlidirlər. Burada, yəni, izah edilmək istənən budur. Allah Cəllə Cəlaluhu belə buyurur. Doğrudan da Allaha şərik qoşmaq böyük zülmdür. Loğman surəsi 13-cü ayə. Zülm bir şeyi qoyulması gərəkən yerə qoymamaqdır. Allahdan qeyrisinə ibadət edən kimsə də ibadəti haqqı olana etməyib, ibadətə layiq olmayana edir ki, bu da ən böyük zülmdür. Uca Allah Cəllə Cəlaluhu şirkdən başqa bütün günahları bağışlayacağını bizə vəd vermişdir. Və Quran-Kərimdə bununla bağlı buyurur. Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz. Amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Nisa surəsi 116-cı ayə. Şirk bütün əməlləri zay edir. Uca Allah Cəllə Cəlaluhu bu barədə belə buyurur. Ya Rəsulum, sənə və səndən əvvəlkilərə, keçmiş peyğəmbərlərə belə vəhy olunmuşdur. Əgər Allaha şərik qoşsan, bütün əməlin puç olacaq və mütləq ziyan çəkənlərdən olacaqsan.
Zümer surəsi 65-ci ayə. Onların etdikləri hər hansı bir yaxşı əməli biz qəsdən havadan uçan dağınıq zərrələrə, toz zərrələrinə döndərərik. Onların qohum-əqrabaya, yoxsullara göstərdikləri köməyin, qonağa, qəribə etdikləri hörmətin və dünyada gördükləri digər yaxşı işlərin zərrə qədər qiyməti olmaz. Furqan surəsi 23-cü ayə. Burada söhbət müşriklərin etdikləri yaxşılıqlardan gedir. Yəni kafirlərin dünyada etdikləri yaxşılıqlardan gedir. Yəni hansı ki onlar kafir olaraq öldüklərinə görə Allah-u Teala bu əməllərin savabını axirətdə bu əməlləri toz dənəsinə çevirəcək. Yəni bu insanlar axirətdə bu əməllərinə görə savab almayacaqlar. Allah Cəllə Cəlaluhu ona şərik qoşana cənnəti haram edər və o cəhənnəmdə əbədi olaraq qalacaq. Allah Cəllə Cəlaluhu buyurur: Allaha şərik qoşana Allah şübhəsiz ki cənnəti haram edər. Onun düşəcəyi yer cəhənnəmdir. Maidə surəsi 72-ci ayə. Şirk iki növdür. Böyük şirk və kiçik şirk. Birinci böyük şirk nədir? Onu izah edək. Böyük şirk həmçinin böyük küfür mənasına da gəlir. Bütün əməlləri zay edir, sahibini İslam dinindən çıxarır və tövbə etmədən öldüyü halda onun əbədi olaraq cəhənnəmdə qalmasına səbəb olur. Belə bir şirk edənə qiyamət günü şəfaətçilərin şəfaəti fayda verməz. Böyük şirk ibadət sayılan əməllərin hər hansı biri ilə Allahdan başqasına ibadət etməkdir. Allahdan başqasına dua etmək, Allahdan başqasını Allahı sevər kimi sevmək, Allahdan başqasından Allahdan qorxurcasına qorxmaq, ondan başqasının fayda və zərər verə biləcəyinə inanmaq, hörmət və qorxuda Allahla başqasını bərabər tutmaq, Allahdan başqasına qurban və nəzirlə yaxınlaşmaq. Yəni insanlar var ki, başqa bir insan üçün qurban kəsirlər. Yəni onun hörmətini qazanmaq üçün qurban kəsirlər. Niyyət burada Allah deyil. Yalnız Allahın gücünün çatdığı şeylərdə başqalarına güvənib onlara arxalanmaq. Yalnız Allaha aid olan hökmlərdə ondan qeyrisinə itaət etməkdir. Qurban demişkən, bir insan yalnız qurban kəsəcəksə, niyyəti yalnız Allahın rızası olmalıdır. Əgər nəzr edibsə, tutaq ki, oğlum əsgərlikdən gəlsin, mən qurban kəsəcəm, bu zamanda yenə Allah rızası üçün qurban kəsməlidir. Kainatda Allahla bərabər peyğəmbərlərin, salihlərin və vəlilərin də müəyyən bir gücə sahib olduqlarına inanmaq və sadəcə Allaha edilməsi gərəkən ibadətləri başqalarına da etməkdir. Bunların hamısı böyük şirkdir. Böyük şirk 3 qismdir. İqtidarda, idarə etmədə, yaratmada, ruzi vermədə və ya Allah-u Teala'nın xüsusi belə deyək, sifətlərində Allaha şərik qoşmaq. Uluhiyyətdə Allaha şərik qoşmaq. Allahdan başqasının ibadət edilməyə layiq olduğuna inanmaq və ya Allahdan başqasına hər hansı bir şəkildə ibadət etmək. Allahın ad və sifətlərində Allaha şərik qoşmaq. Allahın ad və ya sifətlərindən hər hansı birində Allaha bənzəyən və ya onun kimi varlıqların olduğuna inanmaq. Bundan başqa, onun yaratdıqlarının sifətlərindən hər hansı biri ilə daha doğrusu onu, Allah-u Teala'nı yaratdıqlarının sifətlərindən hər hansı biri ilə vəsf etmək. Məsələn, bəzi bölgələrdə Allah-u Teala'ya bəzi insanlar haşa baba deyirlər. Bu düzgün deyil. Çünki Allah-u Teala'nın cinsiyyəti yoxdur. Cinsiyyəti olmaq məxluqa xas xüsusiyyətdir. İnsanların, heyvanların və cinlərin cinsiyyəti var. Allah-u Teala cinsiyyəti olmaqdan münezzəhdir. Bu yanaşma insanı kafir edər. Allah-u Teala'ya baba demək doğru deyil, yəni. O şirk olur. Kiçik şirk.
Bu şəri naslarda şirk deyə adlandırılan bəzi günahlardır. Belə günahlar şirk dərəcəsində olmaz, fəqət böyük şirkə düşməyə vəsilə və səbəb ola bilər. Böyük şirk isə böyük günahların ən böyüyüdür. Bu şirk sahibini İslam dinindən çıxarmaz, yəni kiçik şirk. İmanın əslini ortadan qaldırmaz. Fəqət gərəkli olan kamillik dərəcəsinə çatmağa mane olar. Bu şirkə düşən insan tövbə etmədən ölərsə, Allahın iradəsi altında olar. Yəni onun halı Allaha qalar. Allah Teala istəyərsə onu bağışlar, istəyərsə ona əzab edər. Əzab edilsə belə əbədi olaraq cəhənnəmdə qalmaz. Allahın izni ilə şəfaətçilərin şəfaətinə nail olar. Kiçik şirk iki qismdir. Dil və əzalarla edilən kiçik şirkdir ki, bunlar söz və əməllərdir. Sözlərlə edilən şirkə Allahdan başqasına and içmək və Allah və sən istəsən kimi deyimləri misal göstərmək olar. Belə demək kiçik şirkdir. Ancaq Allah istədi, sonra isə sən istədin demək isə caizdir. Ən doğrusu isə yalnız Allahın dilədiyi olur və ya yalnız Allah istədi deməkdir. İbn Ömərdən, Allah ondan razı olsun, rəvayət edilən bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur. Kim Allahdan qeyrisinə and içərsə, ya küfr edər, ya da şirk edər. Əbu Davud Əs-Sunən Kitabul Eymani və Nuzur. Abdullah ibn Abbasdan, Allah ona razı olsun, rəvayət edilən bir hədisdə belə deyilir. Bir adam Peyğəmbərə aleyhissalatu vesselam Allah və sən istədiniz deyincə, Peyğəmbər ona belə buyurdu. Məni Allaha bərabər tutursan, sadəcə tək olan Allah istədi. Əhməd ibn Həmbəl Əl-Musnəd, Musnədu Bəni Haşim. Huzeyfə ibn Yamandan, Allah ondan razı olsun, rəvayət edilən digər bir hədisdə Peyğəmbər əleyhissalam buyurur. Allah dilədi və filankəs dilədi deməyin, ancaq belə deyin. Allah dilədi, sonra isə filankəs dilədi. Əbu Davud Əs-Sunən Kitabul Ədəb. Allahdan başqasını padişahların padişahı, hakimlərin hakimi adları ilə adlandırmaq da şirkdir. Həmçinin birini Abdül-Nəbi, Peyğəmbərin qulu, Abdül-Həsən, Həsənin qulu, Eynullah, Allahın gözü, Yadullah, Allahın əli kimi adlarla çağırmaq, onlara belə adlar qoymaq da şirkdir. Kiçik şirk sayılan əməllərə gəldikdə isə bəlanı ortadan qaldırmaq və ya dəf etməkdən ötürü barmağa üzük taxmaq, ip bağlamaq, göz dəymədən qorunmaq üçün boyundan nəyisə asmaq, belə şeylər gördüyü və eşitdiyi zaman bunlardan uğursuzluq mənası çıxarmaq və ya daha öncə niyyət etdiyi bir əməli bu səbəblə həyata keçirməkdən çəkinmək, bu kimi şəriətə müxalif olan əməllər etmək bu şirkdən sayılır. İkinci gizli şirkdir, bu niyyət şirkidir. Yəni, insanların rəğbətini qazanmaq məqsədi ilə onlar görsünlər və eşitsinlər deyə bəzi əməlləri dünyəvi məqsədlərdən ötürü ibadət edərcəsinə göstərmək. Müəllif deyir, şirk Allah səni yaratdığı halda ona hər hansı birini bərabər tutmağın və Allahla birlikdə daş, ağac, günəş, ay, peyğəmbər, şeyx, cin, ulduz, mələk və ya başqa bir varlığa ibadət etməyindir. Allah Cəllə Cəlaluhu belə buyurur. Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz. Amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs əlbəttə böyük günah etmiş olur. Nisa surəsi 48-ci ayə. Başqa bir ayədə Allah Cəllə Cəlaluhu buyurur. Allaha şərik qoşana Allah şübhəsiz ki, cənnəti haram edər. Onun düşəcəyi yer cəhənnəmdir. Maidə surəsi 72-ci ayə. Doğrudan da Allaha şərik qoşmaq böyük zülmdür. Loğman surəsi 13-cü ayə.
Bununla bağlı ayələr Qurani-Kərimdə çoxdur. Allaha Cəllə Cəlaluhu iman edən və mömin olaraq ölən kimsənin günahlarına görə əzab görsə belə cənnət əhlindən olacağı kimi, Allaha şərik qoşan və müşrik olaraq ölən kimsənin də cəhənnəm əhlindən olması qətidir. Peyğəmbər aleyhissalam belə buyurur: Sizə böyük günahların ən böyükləri haqqında xəbər verimmi? Bəli, ey Allahın Rəsulu, dedilər. Belə buyurdu: Allaha şərik qoşmaq və hədis davam edir. Buxari Əl-Cami-ü's Sahih, Kitab-ı Şəhadət. Başqa bir hədisdə Peyğəmbər əleyhissalam belə buyurur: Həlak edici 7 günahdan çəkinin. Soruşdular, onlar nələrdir, ya Rasulallah? Belə buyurdu: Allaha şərik qoşmaq və hədisin davamı. Buxari Əl-Cami-ü's Sahih, Kitab-ül Vasaya. Digər bir hədisdə Peyğəmbər əleyhissalam buyurur: Kim dinini dəyişdirərsə, onu öldürün. Buxari Əl-Cami-ü's Sahih, Kitab-ül İstitabətil Murtəddinə vəl-Mu'anidinə və Qitalihim.